gün, əziz dostlar. Bugün mən sizə öz 12 il öncə bir şagirdim olan Firuzəmi deyə müraciət edirəm, dəvət edirəm. O bizim layihəmizdə iştirakçı oldu. Həm baxış etdi. Gözəl, özünə işləyən bir balam var. Gəl bura. Müəllimə tərəfindən. Bu da bizdən sizə bir hədiyyə. Burada ay əzilim. Eyvim. Ay niyə əzildim? Ay çok güzeldi, çok sağ ol. Sağ Yaşlı bir layihə təşkil edirəm. Deməli təqdim edək, burada deyək. Azərbaycan Respublikası İlim və Təhsil Naziri Təhsildə İnkişaf və İnnovasiyalar üzrə olan 8-ci qrad müsabiqənin qalibi Ümumi Təhsil Məktəblərinin Yaşıl Dünya Əl İşləri sərgisi layihəsi çərçivəsində bilməm tarifi düz qeyd etməmişəm. 9-2-ci ay 2025, 12-ci ay 2025 tarixlərində təşkil olunmuş layihənin icrası zamanı göstərdiyi dəstəyə maraqlı master-klasa görə Firuzə İsmailova Nizami qızı tərtib olunur. Layihə rəhbəri Sadə Səfəriyeva, təlimçi olaraq Səkinə Nursalova. Düzdür, o vaxtı sizə sertifikat vermişdim, verməmişdim. Layihə icra müddəti də burada qeyd olunur. Bu da bizdən sizə bir təqdimat, təşəkkürnamədir. Bu da Tapma koyacağım. Atelyəndə hər çayçəndə də belə bir çaşqa ilə də kofeni içir müəllimənlə görmədən. Bu da belə kofe içər, sevə-sevə kofeni içərsən və buradakı anıları, uşaqlarla bir yerdə olmağını, bizə dəstək olmağını, gözəl anılarına xatırlayalaraq sizə təqdim edirik. Həmişə gözəllikdən, xoş xəbərlərin sədaları. Amma insan deyə nə qədər, düzdür özümü biraz təvəzzökarlıqdan öyünməyim. İnsan nə qədər yaxşılıq etsə də zaman gəlir, 12 yıl sonra insanın qarşısına çıxır. Dəyərli şagirdim. Yeni zamanda buradan öyrəndiklərim və öyrətdiklərimə görə Səadət müəlliməyə təşəkkür edirəm. Yəni mən bilmirdim burada belə bir layihə təşkil olduğuna görə qismətimdə var imiş, gəldim. İndən sonra belə bir layihələrdə iştirak etməyi sevə-sevə istəyərəm. Gəlməyə istəyərəm. Təklif etsəniz yenidən. Xeyirsinə. Yəni buradakı uşaqlar hərəkətə öz babam qədər çox istədim. Heç birinə seçkilik qoymadım. Bilmirəm kimisə də qəlbinə dəymişəmsə, inciyi varsa məndən üzr istəyirəm. Yəni yaxşı sizləri tanımışam, yaxşı bir layihədə yer aldım. Çox sağ olun. Mənə sözün varsa deyə bilərsən. Hə, buyur. Nəsə doldun. Nəsə söz olsun var. Geç orada sizə, gəl buradandır. Sevindim ki böyle bir layihə var. Gəl buradan. Biz bura gəldik, əl işlərimizi düzəltdik, əl qabiliyyətimizi daha da irəlilətdik və mən buna görə çox sevindim. İstəyərəm ki, bir də bu layihə olsun. İnşallah ki olar. Mən Səadət müəllimə inanıram ki, mən bunu da qeyd etmək istəyirəm ki, təhsil alan yeni müəllimələrə həqiqətən də belə bir uşaqları kəşf etmək, təhsildə məsələn, təhsil yetər qədər mən sizə deyirəm, həyatınızda, real həyatınızda təhsilə ehtiyac var, ən azı öz ehtiyaclarınızı qarşılamaq üçün. Amma ola bilər də hər kəs oxuya bilməz, hər kəsin savadı ideal ola bilməz, amma əl qabiliyyəti ideal ola bilər. Mən istəyirəm ki, indən sonra təhsil alan müəllimələri belə internet məktəblərə, əstəminatda ailələrin uşaqlarını belə sahələrə yönəltməliyim. Çox tərəfdarı olaram, özümdə belə layihələrdə yer almaq istəyərəm. Alqışlayaq özümüzü. Bir alqışlayırıq. Xoş oldu özünə layihəyə qatılmalı. Səkinə müəllimədən illər öncə yəni ilhamlanma layihəyə başlayıb və özünü inkişaf etdirir, eyni zamanda öz üzərində çalışır. Mən yəni elə bildim ki, bu layihədə insanlar sanki belə qoyulmuşdu orada, sadəcə hissə-hissə mənim qarşıma çıxdılar, mən onlarla qarşılaşdım və layihəmin bir hissəsinə çevrildim. Və təkcə burada Firuzə yəni əl işləri ilə yox, insanlığı ilə də yəni çox nümunə oldu. Şagirdlər xoşbəxt oldular, sevindilər. Hətta evdə körpə balası var. Hər cərəyandan yenə də gec saatlara qədər bizim bu neçə yanımızda oldu. İşlərimizdə bizə dəstək oldu. Sənə hər iki tərəfdən həm əl işlərinə görə, həm gözəl insanlıq nümunəsi sərgilədiyinə görə təşəkkür edirəm. O gözəl birəyə görə daim gözəl günlər yaxşı.
başlayasın. Allah'ın xoşbəxtliyə. Bunu da qeyd etmək istəyirəm ki, yəni gözəl il oldu. Mən bunu da qeyd etmək istəyirəm ki, mən bütün uşaqlardan belə bir şey kəşf etdim ki, öz axşatımı deyirəm. Buradakı müəllimələrinə öz ailələri kimi, buradakı dostlarına öz bacı qardaşları kimi baxır. Mənə bu həqiqətən qürur verici oldu ki, mənim yaşadığım rayonda belə bir gözəl inkişaf edən internat məktəbin olmağı və mən buradan valideynlərə sadəcə bunu demək istəyirəm ki, ən azından həftənin son günü, yəni bazar ertəsi bir günü uşaqlarınıza həsr edin. Yəni yataqda qalan uşaqlar üçün demək istəyirəm. Onların əyləncəsi üçün, onlar özlərində nəyi tapmaq istəyirlərsə onlar üçün. Yəni mən bilirəm, dövlət və müəllimlər onları hər şeylə təqdim edir, yəni qarşılayır. Bütün ehtiyaclarını qarşılayır. Amma valideyn ehtiyacını heç kəs qarşılaya bilməz. Mənim oğluma verdiyim sevgini və oğlumun mənə verdiyi sevgini heç kəs qarşılaya bilməz. Ona görə bunu demək istəyirəm ki, valideynlərə uşaqlarınızı sevin, qoruyun, onlar çox dəyərlidir. Və həyatınızda həftənizin bir günü onlara sərf edin. Allah olsun. İnşallah. Bir də qeyd edim ki, Firuzəm İsmailova Firuzəm Nizami qızı Göyçay şəhər 4 nömrəli orta məktəbin şagirdi olub. Artıq 11 ildir ki, yəni biz məktəbdən ayrılıb və aşağı siniflərdə 5-9-cu siniflərdə texnologiya və təsvirləşdirmə sənət dərslərini tədris etmişəm və Firuzəm məktəb vaxtı öyrəndikləri, bildikləri materik bacarıqları inkişaf etdirərək özünə yəni heykəltaraşlıq üzrə təhsil almış və onu inkişaf elətdirmiş. Digər qarşımızda gördüyümüz digər işlərdə də bilik və bacarıqlarını daha mükəmməlləşdirmişdir. Sənə qadın xoşbəxtliyi, evli, eşikli, mutlu, çocuqlu, ailən, evlatlarla birgə, yəni gözəl xoşbəxt günlər arzulayıram, qadın xoşbəxtliyi arzulayıram sağlancanla. İnşallah ümidvaram ki, növbəti layihələrdə, növbəti ürəyinə vaxt istəsə, yəni buyurun təşrif buyura bilərsiniz, yəni burada ola bilərsiniz. İnşallah ki, Məmnun bizi də qonaq çağırır Bakıya. Bəli, İnşallah biz də havalar isinsin, biz də böyük məmnuniyyət hissi ilə bir gün gəlib sizin qonağınız olsun. İnşallah, çox seve-seve. Buradakı hər bir tələbi mənim üçün çox dəyərlidir. İstəyirəm onlarla irəliləyək ki, qarşıdakı həyatımızda yenidən rastlaşaq, yenidən iş birliyi quraq. Alqışlar.